Uşaqlarda diabet düşündüyünüzdən daha çox yayılır və getdikcə də artmaqdadır. Hər il 250 mindən çox uşağa tip 1 diabet diaqnozu qoyulur. Hal-hazırda yer kürəsində 1,5 milyon uşaq tip 1 diabetdən əziyyət çəkir. Diabetin əlamətlərini vaxtında bilmək olduqca önəmlidir. Əgər övladınızda çox su içmə, çox sidiyə getmə, gecələr dəfələrlə sidiyə çıxma halları varsa, çox yemək yeməyinə, iştah artışına baxmayaraq uşaq kəskin arıqlayırsa, ağızdan aseton qoxusu gəlirsə, uşaqda dərs müvəffəqiyyətində zəifləmə varsa, halsızlıq, yorğunluq kimi əlamətlər varsa, bu şəkərli diabetin əlaməti ola bilər. Və şəkərli diabetin yaranma səbəbi çox şirin yemək yeməkdən, qidalanmadan asılı deyil. Uşaqlarda rast gəlinən tip 1 diabet daha çox immun sistemi mədə-altı vəzni zədələnməsi nəticəsində meydana çıxır. Və diabetin əlamətlərini vaxtında bilmək olduqca önəmlidir. Gecikmə hallarında həyati təhlükəli vəziyyətlər ola bilər. Unutmayın, diabet idarə oluna bilən bir xəstəlikdir və ümumiyyətlə diabet xəstəlik yox, həyat tərzidir. Vaxtında bilmək uşağınızın sağlamlığı üçün çox önəmlidir.